Naxçıvan üçüncü dəfə ölkəmizin bugün ən ciddi milli ideyası olan Qərbi Azərbaycana qayıdış konsepsiyası ətrafında möhtəşəm bir tədbirə ev sahibliyi etdi. Tədbir ki, məqsədimiz aydındır. Biz Qərbi Azərbaycana qayıdış konsepsiyasından irəli gələn məsələlərin elmi cəhətdən həlli, ictimai, mədəni tədbirlərlə həlli baxımından bugün ölkəmizin müxtəlif rayonlarından, bölgələrindən, təşkilatlarından qonaqları qəbul etmişik. Və bu üçüncü festival konqres Ordubad şəhərində təşkil olunubdur. Konqresin ətrafında ölkəmizin 70-ə yaxın müəssisəsindən 382 məruzə təqdim olunub. O cümlədən eyni zamanda bizim 200-ə yaxın xüsusi dəvətli qonaqlarımız var ki, Qərbi Azərbaycanla bağlı həm panel sessiyaların keçirilməsi məqsədi ilə, həm də eyni zamanda burada müxtəlif kitab təqdimatları, müxtəlif layihələrin təqdimatı mərasiminə toplaşıblar. Və bu gün ərzində həm 18-i, həm 19-u iyun tarixlərində biz açıq havada gördüyünüz kimi açılış tədbiri baş tutdu. Bundan sonraki tədbirlər silsiləsi universitet kampusunda konferansların keçirilməsi ilə davam edəcək. Və bu konferanslarda biz 8 istiqamət üzrə 30-dan artıq bölmədə çox maraqlı məruzələr dinləyəcəyik. Və konqresin festival hissəsi Muxtar Respublikamızın rayonlarının və eyni zamanda müxtəlif dövlət qurumlarının təqdim elədiyi sərgilərlə təşkil olunubdur. Bugün və sabah bu sərgilər davam edəcək. Qeyd edeyim ki, 20-yə yaxın təşkilat sərgi açıbdır və bu sərgilərdə Qərbi Azərbaycana aid olan unikal sənət nümunələri, eyni zamanda kitablar, xatirələr və məişət əşyalarının, kulinariya nümunələrinin təqdimatı həyata keçirilibdir. Bütün bunlar əlbəttə ki, gördüyünüz kimi ictimaiyyətin iştirakı ilə baş verir. Bu festivalı fərqləndirən cəhət ondan ibarətdir ki, bu festival bütün Qərbi Azərbaycan ideyasının ətrafında birləşənlər üçün açıqdır. Bütün təbəqədən olan cəmiyyətimizin üzvləri üçün açıqdır və burada məktəblilər, tələbələr, müxtəlif rayon ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif ictimai təşkilatların nümayəndələri, Qərbi Azərbaycan icmasının üzvləri bu festival konqresdə 2 gün ərzində çox maraqlı layihələrin şahidi olacaqlar və mən minnətdaram ki, bugün ölkəmizin tanınmış incəsənət xadimləri də bizi burada tək buraxmadılar. Onlar da Qərbi Azərbaycana vətənpərvərlik mövzusuna həsr olunmuş müxtəlif əsərləri ilə bugün Muxtar Respublika insanlarını sevindirə bildilər. Qərbi Azərbaycana qayıdış ideyasına hesab edirəm ki, alimlərimizin, tədqiqatçılarımızın, sənət adamlarımızın bundan gözəl töhfəsi ola bilməzdir və ona görə də buradakı iştirakçıların hamısına təşəkkürümü bildirirəm.